qəbiləsinin Turjinasının üzvləri nə adamıdır? Məhəmməd, Rus. Əvvəlki dövrlərdə Slavyanlar hansı su yolu ilə Azərbaycana gəlir? Sualı deməmişəm. Azərbaycana gəlir. Daha sonra isə Azərbaycanı keçərək xilafətin mərkəzi ilə ticarət edirdilər. Şamil, Xəzər su yolu. Yenə var. Don idi, Xəzər su yolu. Don idi, Xəzər su yolu. Bəs olunan dövrlərdə Slavyanlar hansı bölgələrdə qarətçi yürüyüşə başlayırlar? Zəhra, Ərdə. Əsma, Xəzər yolu, Xəzər yolu bölgələrdə qarətçi yürüyüşə başladılar. Neçənci ildə bu yürüyüşlər geniş miqyas aldı? Tuna. 914. Yox. Mələk. 909. Xeyr. Emira. 909. Xeyr. Aynen 10-cu əsrdə bu yürüyüşlər geniş miqyas aldı. 909-cu ildə nə baş vermişdi? Leyla. Onlar Abbas qadasına gəlib, onları tutmuşlar. Başqa? Tuna. Xəzər Cəmil sahilə. Onları kim məğlubiyyətə uğratdı? Mirimod. Ərdə. Əsma. Fuad. Şimaşaqlar. Senzan. Gülvar. Xədicə. Yerdə Xədicə. Kitabları bağlayın. Lakin doğma torpağının müdafiəsinə qalxan yerli əhali onları məğlubiyyətə uğratdı. Slavyanlar hara hücum edən zamanı şimala doğru geri çəkilmişdilər. Zəlil. Neçənci ildə? 909. Yox, bildi. Mərva. Kim aşağı? Əlhan. Slavyanlar hara hücum edən zamanı məğlub olub şimala doğru geri çəkildilər. Faik. Mosul. Xeyr. Hüngar. Mələk Cümanı. Acılara hücum edən zaman şimala doğru geri çəkildilər. Bəs hansı qoşun ilə üzləşən zamanı tam darmadağın edildilər? Bəli, Şirvanşah qoşunla üzləşdiyi zamanı. Bəs 914-cü ildə nə baş verir? Aylin. Artıq Şirvanşahlar ilə döyüşdə üzləşdikdən sonra onlar bir daha böyük qüvvə ilə 914-cü ildə 100 döyüşçüsü olan 500 gəmi ilə Yürüyüşə başladılar. Bu zaman Slavyanlar Xəzər dənizinə keçmək üçün hansı xaqanla icazə aldılar? Zəhra. Mireydə. Slavyanlardan. Xədicə. Şərmova. Əlxan. Məhəmməd. Gülba. Faik. Xəzər xaqanlığı. Slavyanlar Xəzər dənizinə keçmək üçün Xəzər xaqanlığından icazə aldılar və onlara nə verməli etdilər? Əldə edəcək qəymətləri onlar vermələriymiş. Bu zaman hansı yanmadakı məntəqələrə qarət edildi? Yəni uşaq və analar əsir alındı. Abşeron yanına. Abşeron yanılmasındakı məntəqələr. Bəs Xəzərlər əsirlərin türk olduğunu öyrənən zaman nə etdilər? Aylin. Onlar Slavyanlara qarşı hücuma başladılar. Bu zaman Xəzərlərə hansı türk tayfalar yardım etmişdi? Leyla. Bulqar, Qurtaz, bir də Çınar, Xarəzm. Bir də Mortla. Bəs 944-cü ildə nə baş vermişdi? Bərdə döyüş başlamışdı. Bərdə döyüş başlamışdı. İmran faciəsi və Slavyanlar gecə qarətçi yürüyüşə başlamışlar. Bu yürüyüşün məqsədi nə idi? Faik. Bərdəni ələ keçirib qənimətlə alıb, yarısını Xəzər xalqına verib, geri keçirmək. Leyla. Onların iki məqsədi vardı. Həm Bərdədə daha yaxşı məskunlaşmaq, həm də Bərdənin o vaxtlar qənimətləri çox idi. Burada möhkəm oldu.
Gülvar, Leyla, Hadice, Sezan. Aran hansını adlandırılır? Deyirəm ki, o zaman Bərdə yaxın orta şəhərdə necə bir mərkəzə kimi təsvir olunurdu? Əsma, Əlihan, Aylin, Ticarət mərkəzi. Slavyanlar Qafqazın baş şəhəri Aran anası kimi adlandırılan zəngin gəlmət mənbəyi harandır hesab etmişdilər? Əsma, Yusif, Dərdən. Xeyr, Bərdə. Xeyr. Bərdəni zəngin gəlmət mənbəyi hesab edirdilər, amma Qafqazın baş şəhəri kimi adlandırırlar. Necə adlandırırlar oranı? Aran anası. Savari hökmdarı niyə Bərdə üçün eləyə bilmədi? Nəzakət. Deyirəm ki, Savari hökmdarı niyə Bərdəyə kömək eləyə bilmədi? Mələk. Çox döyüşdəydi. Ona görə də Yox, Gülübar. Yusuf. Cəlil. vəsaiti yox idi. Fuad. Mosullarla müharibə aparıldı. Azərbaycan hüququyla Mosul hakimi ilə mübarizə aparıldığı üçün bu zaman onların müqavimət göstərməsi Slavyanların nəyə səbəb oldu? Aylin. Slavyanlarda xəstəlik yarandı. Yoxucu xəstəyə tutulmasına. Bu zaman Slavyanlar gecə vaxtı neynədilər? Fərah. Baskı elədilər. Yox. Məhəmməd. Yandırdılar. Gecə vaxtı şəhər yandırdılar. Hansı sahildəki gəmilərə mühit etdilər? Tunar. Bərdən sahilləri. Mərvan. Müsait. Bəs 1982-ci ildə nə olmuşdu? Əsma. Mələk. Nigar. Süleymanlı. Leyla. Sezan. Şalvahla. Dərvər Əməlli Slavyanlardan kömək istəmişdi. Öz yanında nə saxlamışdı? Bərdə mənada öldürmə gələn. Hayır. Mühacirlik kimi. Slavyanlarda var, mühafizət dəstəyi saxlamışdı. Elvira Şamil. Aylin, sən onların dərs danışdığı əlifədə mənə bu dərsi xronologiyasını yaz. Şamil başla. 9-cu əsrin sonunda başlayaraq Slavyanlar və Ruslar Azərbaycanı baskınlar edirdi. Bu zaman Kiyev Kuziyanın hərbi dəstəsinin döyüşəsini üzvlərini Ruslar adlandırmışdı. Salarilər Xəzər su yolu ilə Azərbaycana Slavyanlar Xəzər su yolu ilə Azərbaycana gəlir, ölkəmizdən keçərək xilafətin mərkəzilə ticarət edirdi. Lakin bəhs olunan dövrlərdə Slavyanlar artıq Xəzər su yolu ilə qəlati yürüşlər etməyə başlamışdılar. Bu zamanlar 10-cu əsrdən başlayaraq bu yürüşlər geniş miqyas almışdı. 1909-cu ildə Slavyanlar Abaskun adasına və Xəzər dənizinin cənub sahillərinə yürüş etdi. Daha sonra Slavyanlar məğlub olub geri çəkildilər. Kimlər böyük oldu? Slavyan, Şirvanşahı. Doğma Doğma yerləri. 910-cu ildə isə Sahara adasına və Xəzər dənizinin cənub-qərb hissələrinə qarət etdilər. Daha sonra Slavyanlar Şirvanşahlar tam darmadağın etdi. Daha sonra 900 Sahara hücum edən zaman şimala doğru geri çəkildilər. Bəli. Civana hücum edən zaman. Daha sonra 914-cü ildə böyük qüvvə ilə Slavyanlar yürüyüş etdi və 100 nəfərdən ibarət 500 dənə gəmi iştirak etdilər.
və daha sonra Slavyanlar arasında yoluxucu xəstəliklər olandan sonra onlar geri çəkilməli oldular və şəhəri yandırıb Kür gəmisi ilə, Kür sahilləri ilə geri çəkildi. Zəhra. Bərdə hadisəsi. 944-cü ildə Slavyanlar Bərdəyə sonraki yürüşlərini Bərdəyə fikirləşdilər və onların bu yürüşdə iki məqsədi var idi. Həm Bərdədə həmişəlik möhkəmlənmə, həm də oranı zəngin qənimətlərlə dolu olduğunu bilirdilər və oradan çoxlu qənimətlər ələ keçirmək. Qafqazın baş şəhəri Ağrı'nın anası kimi adlandırılan hər hansı zəngin qənimət mənbəyi hesab edilir. Həm də bu zamanlarda yaxın və orta şərqdə sənətkarlıq və böyük sənətkarlıq və ticarət məsələsini tanınırdı. Nizami isə Bərdəni belə vəsf etmişdi. Bərdə nə gözəldir, necə qəşəngdir, yazı da, qışı da, güldür, çiçəkdir. Yazında dağlara lalələr səpər, qışını baharın nəsimi öpər. O yaşıl meşəsi cənnətə bənzər, şən ateşlərinə bağlamış köksər, söyüşlük çöllərə vermişdir zinət. Ağ bağı elə bir həqiqi cənnət. Qırqovu yuvası hər sərvağacı, oxuyur kəşliyi, ötür turacı. Səssizlik içində dincəlir gülşən, torbağa silinmiş qayğı kədərdən. Reyhanı yaşıldır illər uzunu. Onlar ki, mən düşmənə sürmək istəyən əmirliyi danışım. 987-ci ildə Yoluxucu xəstəlik danışır. yoluxucu xəstəlik Bərdə faciəsində artıq çox yerli əhali dirənirdi. Dirəndiyinə görə də uzun bir döyüş olmuşdu. Bu döyüşlərdə yoluxucu xəstəlik yayılmışdı. Slavyanlar da öz itkisini çox verməmək üçün o gecə yarısı şəhəri yandırıb şəhərdən çıxmışdılar. 987-ci ildə Dərbənd əmirliyi Slavyanlardan kömək istəyirdi. Çünki artıq üsyana başlamışdı. Onun qardaşı Musa dövlətin hökmdarı idi. Buna görə də o üsyan edirdi. Slavyanlar da onlara köməyə gəlmişdi. Köməyə gələndə onlar bu səfər Şirvanşahlarla qarşılaşdılar. Çünki o dövrdə Şirvanşahlar asılı idi. Buna görə də yenə orada döyüş oldu. Bu səfər döyüşdə Dərbənd əmirliyi qalib gəldi. Slavyanlar Beyləqandan eləmişdilər. Beyləqanda döyüş olmuşdu. Yox. Onlar Beyləqana hədiyyələr göndərmişdilər. Divan tutuldular. Sonra onlar Şirvanşahı məğlub olandan sonra bunu öyrənən Musa onları məğlub edir. Məğlub edəndən sonra bu Slavyanlar 1032-ci ildə təzədən qayıdır ki, bunun günahkarı Dərbənddən bilirlər. Dərbənd hakimindən bilirlər ki, sizə görə uduzdu. Onlardan qisas almaq istəyəndə özləri yenə təzədən uduzur və geri çəkilir. Bəs hər hanı qarət edərək oranı 10.000 adamı öldürdülər. Zəhra Fərqə. Yox. Mira. Yox. Şamaxıya qarət edərək oranı 10.000 adamı öldürdülər. Bəs Azərbaycan Xəzər dənizinə ilk dəfə hücumlara məruz qaldı neçənci ildə? Mira. 9-cu əsrdə. 9-cu əsrin nə ildə? Sonunda, əvvəlində, ortasında. Ali, indi sən bizə xronologiyanı izah edək. 9-cu əsrdə ilk öncə Slavyanların basqınları baş verir. Azərbaycana yürüşlər baş verir. 10-cu əsrdə bu basqınlar artıq böyük bir miqyas almağa başlayır. Daha sonra isə 909-cu ildə Slavyanlar Abusqanda, Şirvanşahlar və Xəzər sahillərinə qarət edirlər. Həmçinin Sarı adasına və Xəzəryanı sahillərə də hücum edirlər. Ondan sonra o qarətlərdən sonra arxaya çəkilirlər və bundan sonra Şirvanşahlarla üzləşirlər. 914-cü ildə Slavyanlar 100 döyüşçüsü olan 500 gəmi ilə Abşeron yarımadasına artıq qarət etməyə başlayırlar. Xəzər xaqanından icazə alırlar. 944-cü ildə Bərdə faciəsi başlayır. Bərdə faciəsindən sonra isə 987-ci ildə Dərbənd
hakimi Slavyanlardan kömək istəyir ki, onlara döyüşdə kömək etsinlər və onlar üçün də mühafizə sıxınacağı dəstəsi saxlayırlar. 1030-cu ildə isə Şirvanşahlar Slavyanlar məğlub edirlər və ondan sonra 1032-ci ildə isə Slavyanlar bunu gördükdən sonra geri çəkilirlər. Sən bizə dərsdən biraz az danış. Olur. 9-cu əsrdən başlayaraq Slavyanlar Azərbaycana qarətçi yürüşlərə başlayırlar. Bunun səbəbi onlar Don İdil Volqa çayını keçərək Xəzər su yolu ilə xilafət ilə ticarət edirdilər. Bu ərəb mənbələrində onların adı Ruslar kimi adlanır. Kimin dəstəsində? Nə? Kimin dəstəsində? Üzlər İslam. Kiev Knyazın Drujunasının dəstəsində. Sonra isə 10-cu əsrdə artıq bu qarətlər böyük bir miqyas alır. 909-cu ildə Slavyanlar Abuskan adasına və Xəzər sahili bölgələrə yürüşlər etməyə başlayırlar. Yürüşlərdə ilk öncə onlar məğlub olub geri çəkilirlər. Ondan sonra isə onlar Sara adasına və Xəzər sahili bölgələrə bir daha yürüşlərə başlayırlar. Burada qarətlər, qənimətlər götürüb gedirlər. Ondan sonra isə Slavyanlar bir daha hücumlara başlayırlar. Amma Şirvanşahlar onları gördükdən sonra, Şirvanşahlarla üzləşdikdən sonra məğlub olub geri çəkilirlər. İndi mən sizə 8-ci paragrafına suallar edeyim. Tunar, Salahlar dövlətinə orduda kim xidmət etmişdir? Divdad. Əbusat Divdad. Xeyr. Məhəmməd ibn Şəddad. O neçənci ildə Dəbli ələ keçirib müstəqil əmirlik yaradı? Emirə. O neçənci ildə varisi birinci ləşkəri olan Arazan şimaldakı Azərbaycan torpaqlarını özünə tabe edir. Şamiyə 971-ci ildə. Paytaxtı Gəncə olan müstəqil dövlət haradır? Şəddadlər dövləti idi. Şəddadlar hökmdarları kim idi? Aylin. İlk öncə Məhəmməd ibn Şəddad, Məhəmməd, Fəzl ibn Məhəmməd, bir də Şavur olmuşdur. Əbləsbər Şavur, bir dənə də qaldı. Birinci ləşkər olan. Fəzl ibn Məhəmməd neçənci illərdə hakimiyyəti daha da gücləndirir? Emirhan. 927. Yox, o 985-1930 illərdə. O neyləmişdi Fəzl ibn Məhəmməd? Zəhra. 1027-ci ildə Xudafər körpüsü saldırmışdı Arazan üzərindən. Sonra 11-ci əsrin 30-cu illərində onun icazəsilə ölkəyə Oğuz tayfalar köçürülmüşdü və onunla da 1038-ci ildə Tiflis əmirliklərinə birinci tərəfdə Birisonu Tiflis əmirliklərinə ona qarşı hücumlar nəticəsində onları qarşısına almışdı. yenə var idi. Emirhan. Ata-baba yurdalar Dəbli öz dövlətinə birləşdirdi. Daha sonra paytaxtı Gəncə olan Xırda mülkləri ləğv etdi. Gəncə ətrafında Xırda mülkləri ləğv etmişdi. Xudafər körpüsü nə zaman salınıb? Şamilə 27-ci il. Haradır? Arazın sarı üzərində. Neçənci ildə Dəblə soxulan Bizans erməni qoşunlarını, bir il sonra isə Tiflis əmirliyinə soxulan onları qovurlayır. Kimlər qovur? Şəddadlər məğlub edib qovurdular. Daha sonra isə Rəvadilər dövləti nə zaman asılı hala düşür? Şamil, Rəvadilər dövləti nə zaman asılı? Bir dövlətə yürüşlərin nəticəsində. 1054. Kimin yürüşlərin nəticəsində asılı hala düşür? Səlcuqlar dövlətin yürüşlərin nəticəsində. Neçənci ildə 2000 Oğuz türkünə mənsub ailə Cənubi Azərbaycanda məskən salır? 28-ci ildə. Daha sonra
Rəvazlər dövlətinin paytaxtı. Ali. Ərdəbilin Təbrizi seçilsin. Ərdəbildən Təbrizə köçürmüşdü. Bu qədər. Siz indi əyləşin. Mən bütün sinifə 1-ci paragrafdan 9-cu paragrafa qədər suallar verim. Azərbaycanda feodal münasibətlər nə zaman inkişaf edildi? Yılmaz. Bu dövrdə əsas torpaq sahibliyinin formaları nə idi? Mərva. Daşqaşıq nə torpaq sahibliyi idi? Xostak nə torpaq sahibliyi idi? Əlxan. Məhəmməd. Deyirəm ki, bu dövrdə əsas torpaq sahibliyinin formaları nə idi? Fuad. Bayaq Mərva deyir, Daskaket, bir də Xostak. Daskaket nə torpaq sahibi idi? Xostak nə torpaq sahibi idi? Xostak hərbi yolla verilən torpaq idi. Yox. Sevzan. Dastaket və Xostak Aylin. Nigar. Farah. Şərti və şərti və böyük. Yox. Əsma. Faik. Şərti və böyük. Yox. Hədizə. Yusif. Nireydə. Leyla. İlyas Mərək. Şərti ilə Mərva. Dastaket irsi torpaq sahibi idi, Xostak isə şərti torpaq sahibi. Ölkəmizdə feodal münasibətlərin inkişafına hansı Sasan şahın islahatları təsir göstərmişdir? Şamil. Leyla. Yusif. Birinci Xusro. O nə işlər görmüşdü? O Bilmem. insanların ölüm vericisindən qurtarmışdı. Qocalar və uşaqları, qadınları. Əlavən var. Əlavəm yox. Kim əlavə eləyər? Nicat. Sahibsiz torpaqları kimə paylayırdı? Əsma. Zəlil. Sevcan. sahibsiz torpaqlara ihtiyacı olan yəni yerli əhaliyə paylayırdı. Yox. Nəzərli. Fərah. müharibədə iştirak etmiş əhalilər. Yox. Elmira. Hərbçilər Sahibsiz torpaqlar hərbiçilər paylayırdı. Azərbaycanda və Qərbi Avropada feodal münasibətləri bir-birlə nə ilə fərqlənirdi? Qərbi Avropada feodal münasibətləri bir-birlə nə ilə fərqlənirdi? Hadisə. Azərbaycanda kəndlər azad idi, amma Qərbi Avropada kəndlər azad deyildi. Qərbi Avropada kəndlər vergi ödəyirdi. Tunar. Mənə şərqdə asılılıq yox idi, amma qərbdə var idi. Şərqdə asılılıq var idi qərbdə. Azərbaycanda var idi şəxsi. Xeyr, yox idi, qərbdə var idi. Bəs şəxsi təsərrüfatlar var idi Azərbaycanda. Azərbaycanda xeyr, Bəs Qərbi Avropada şəxsi bəli var idi. idilər. Bəs şəxsi təsərrüfatlar var idi. Azərbaycanda Qərbi Avropada. bəli var idi. Azərbaycanda nə zaman yaranıb? Qərbi Avropada feodal münasibətlər nə zaman yaranıb? Nicat. Azərbaycanda 3-cü əsr, Qərbi Avropada 5-ci əsr. Təkcə 3 əsr deyil, təkcə 5 əsr deyil. Elmira. 3-cü əsrdən 19-cu əsrə qədər, Avropada 5-ci əsr, 19-cu əsrin səncə yarısına qədər. 2-ci əsr, Bəs Qərbi Avropada 5-ci əsrdən 17-ci əsr. ortalarına qədər. Qərbi Əsərdə nə zaman düşür? Leyla. Hədizə. Süleymanlı. 6-cı əsr. Neçə metr qalınlığında idi? Şamil. 54. Fərah.
Umut. 7. Yox. Fuat. 6. Yox. Elmira. 8 mi 8 mi? Albaniyada Mehranlar sülaləsinin hökmranlığı nə zaman başlayıb? Əsma. Deyirəm ki, Albaniyada Mehranlar sülaləsinin hökmranlığı nə zaman başlayıb? Əsir. Cüvüba. Sevcan. 8-ci əsrin 30-cu illərində. Yox. Tunar. 5-ci əsr. Yox. Mireydə. 6-cı əsr. Şamil. 5-ci əsr. Albaniyada Mehranlar sülaləsinin hökmranlığı nə zaman başlayıb? 9-cu əsr. Serhat. Aynen. Aile. 7-ci əsrin 30-40-cı illərində. Bəli. Albaniya Sasani İmperiyasından nə zaman asılı vəziyyətdə idi? Süleymanlı. Fuat. 7-ci əsr əvvəllərində. Yox. Fail. Merva. Elmira. 6-cı və 7-ci əsrlərdə. Yox. Ayhan. 7-ci əsr. Neçənci illərdə? Yox, tam dəqiq var. Ailəm 30-cu və 7-ci əsrin 30-cu illərində Cavanşir nə zaman hökmdar taxtına çıxarılıb? Mineydər. 7-ci əsr sonlarında. Yox, əsr deyil. Cüvüba. Nəzərli. Mələk. Şərnova. Aylin. 643-cü ildə. Albaniya tarixçisi Salman Pəçəsi kim idi ki, Cavanşir haqqında yazmışdı? Cüvüba. Albaniya tarixçisi Salman Pəçəsi kim idi, həm də Cavanşir haqqında yazmışdı? Emira. Ərəblər nə zaman gəzmini tutublar? Eyni adamlar. Ərəblər nə zaman gəzmini tutublar? Əsma. Xədicə. Tunar. 7-ci əsr. Yox. İdi var idi. Mələk. 8. Yox. Sevcan. 9. Yox. Eyni adamlar. Məhəmməd. 8-ci Yox. Fuad. 8-ci əsr əvvəllərində. Yox. 8-ci əsr deyil. Fərah. 7-ci əsrin 30-cu illərində. Yox. Mələk. Aylin. 639-cu ildə. Gəzmini tutublar. Deyir ki, Cavanşir xilafətlə münasibətinin diplomatik nizamına yola saldı. Buna görə də o, xilafətin paytaxtı Şam Dəməşq şəhrinə gedib Muaviyə ilə görüşdü. Xəlifə Azərbaycanın müstəqilliyinə Albaniyanın müstəqilliyinə toxunmadı. Albaniyada vergilər 3 qədər azaldıldı. Niyə? Mərva. Cüvüba. Çünki onlar dövlətlərin adını Şam dövləti qoymuşdu. Yox. Tunar. Çünki Cavanşirin şəxsi nüfuzu var idi. Əgər o azaltdılar, həm də Albaniyanın yararlı torpaqları var idi, onlardan yararlandılar.